Ayrıldığı həyat yoldaşı Nigar Cəllova bir vaxtlar məşhur olan Çudapeçka mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəllovu məhkəməyə verib. Müsavat.com axşamaza istinadən xəbər verir ki, buna səbəb qarşı tərəfin aliment ödəməməsi olub. Belə ki, Anar Cəllov övladları üçün lazım olan alimenti uzun müddətdir ödəmir. Onların növbəti məhkəməsi dekabrın 24-də olacaq. Onun xanımı boşanmaq üçün 3 dəfə məhkəməyə müraciət edib. Qeyd edək ki, Anar və Nigar 11 il ailəli olub, onun bu nikahdan 2 övladı var. Onların bir müddət əvvəl də ayrılıq xəbərləri yayılmışdı. Nigar Anarın 3-cü nikahıdır. Anar Cəllov xalq artisti Röya Ayxanla ailəli olub. Onların bu nikahdan bir oğul övladı var.